Salam hörmətli izləyicilər. Mən süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı Narin. Siz isə Smart icmal buraxılışını izləyirsiniz. Qarşıdakı dəqiqələrdə nəqliyyat və telekommunikasiya sahələrində ayın ən mühüm xəbərlərini sizinlə bölüşəcəm. Gəlin birlikdə baş verən yeniliklərə nəzər salaq. MyGov olanlar üçün sənədləri evdə unutmaq və ya fiziki olaraq daşımaq dövrü keçmişdə qaldı. Artıq şəxsiyyət vəsiqəsi, məhkumluq arayışı və digər mühüm sənədlər bir toxunuş qədər yaxınınızdadır. MyGov platforması sənədlərə operativ çıxış, təhlükəsiz saxlanma və sürətli təqdim etmə imkanı verir. Rəqəmsal həllər sayəsində vətəndaşlar vaxt itkisinin qarşısını alır, proseslər isə daha çevik və rahat şəkildə həyata keçirilir. Ayna tərəfindən milli daşıyıcılara dəstək məqsədi ilə yeni layihəyə start verilib. 5000 yeni sürücü layihəsi çərçivəsində beynəlxalq yük daşımaları sahəsində C və CY kateqoriyalı sürücülərin hazırlanması məqsədi ilə təlimlər təşkil olunur. Dövlət İmtahan Mərkəzi tərəfindən aparılacaq qiymətləndirməyə əsasən sürücülərə 7 il müddətində etibarlı olan və beynəlxalq yük daşıma sahəsində fəaliyyət göstərməyə imkan verən şəhadətnamə təqdim ediləcək. Həmçinin gələcəkdə işlə təmin olunmalı üçün sürücülərin daşıyıcılarla əlaqələndirilməsinə də şərait yaradılacaq. Hədəf 5000 yeni sürücünün hazırlanması və beynəlxalq bazarda iştirakının təmin edilməsidir. Oxford Insights Beynəlxalq Tədqiqat Mərkəzinin yayımladığı hökumətin süni intellektə hazırlıq indeksi hesabatına əsasən Azərbaycan süni intellektə hazırlıq səviyyəsinə görə mühüm irəliləyiş əldə edib. Ölkəmiz bir il ərzində 111-ci yerdən 70-ci yerə yüksəlib. Beləliklə Azərbaycan 2025-ci ildə ən sürətli irəliləyişə nail olaraq illik müqayisədə ən böyük artım qeydə alınan ölkələrdən biridir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin Teknion Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 6-cı məzun günü olub. Bu tədris dalğası üzrə 100 yeni kibertəhlükəsizlik mütəxəssisi hazırlanıb. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təhsil alan tələbələr beynəlxalq mütəxəssislər tərəfindən Red Team, hücum, Blue Team, müdafiə və Purple Team təlimləri keçərək kibertəhlükəsizlik sahəsində ən qabaqcıl metodologiyalar, strategiyalar və texnologiyalar üzrə praktiki biliklər əldə ediblər. Qeyd edək ki, indiyədək Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən 480 nəfər məzun olub. Hazırda 7-ci tədris dalğası üzrə 60 tələbə təhsilini davam etdirir. Məzunların işə qəbul faizi 86% təşkil edir. 2030-cu ilədək əlavə 25 dayanacaq və stansiya istifadəyə veriləcək. Dövlət proqramı çərçivəsində Yeni Suraxanı Hövsan, Bakıxanov Binəqala, Zabrat Maştağa Bağlar istiqamətlərində dəmir yolu xətləri bərpa olunacaq və yeni stansiyalar tikiləcək. Onu da qeyd edək ki, hazırda Dərnəgül dayanacağının tikintisi sürətlə davam edir. Kürdaxanı, Fatmayı, Saray və Binəqədi dayanacaqları yaradılır. Baş Keşlə və Nərimanov stansiyalarında isə qatarların dayanması təmin olunacaq. Dövlət Radiotezliklər İdarəsi tərəfindən Ağdam şəhərində yeni avtonom radiomonitorinq stansiyası qurularaq istismara verilib. Günəş enerjisi ilə işləyən stansiya müasir proqram əsaslı radio qəbul edici texnologiyası və proqram təminatı əsasında fəaliyyət göstərməklə Ağdam şəhəri və ətraf ərazilərdə yerli və kənar radio yayımlara, eləcə də radiotezlik spektrinə məsafədən real vaxt rejimində 7/24 nəzarət imkanı yaradır. Gemini süni intellekt modeli artıq rəsmi olaraq Azərbaycan dilində istifadəyə verilib. Strateji genişlənmə çərçivəsində əlavə edilən 23 yeni dildən biri kimi Azərbaycan dili seçilib. Bu, azərbaycanlı istifadəçilərə Gemini-ın imkanlarından əsas qlobal dillərlə yanaşı ana dilində də faydalanmağa imkan yaradır. Azərbaycan dili interfeysi artıq veb versiyada aktivdir. Həmçinin tam mobil dəstək və real vaxt rejimində danışıq imkanı yaradan Gemini Live funksiyası mövcuddur. İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus marşrutları ilə ilk səfərdən 4 il ötür. Böyük qayıdış proqramı çərçivəsində həmin ərazilərdə məskunlaşan vətəndaşların da keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədi ilə müntəzəm avtobus reysləri təşkil edilir. Bu günədək ümumilikdə 16300 reys həyata keçirilib. 193200 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib. Qeyd edək ki, müntəzəm avtobus reysləri ilə biletlər
onlayn qaydada biletim.az portalı üzərindən əldə edilir. Ölkənin ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq səviyyəli intensiv təhsil proqramı olan IT Skill Sprint-in açılış mərasimi olub. Layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Ironhack Tədris şirkətinin tərəfdaşlığı ilə həyata keçirilir. Proqramın əsas məqsədi tələbələrin müasir texnologiyalar üzrə bilik və praktiki bacarıqlarını gücləndirmək, onları qlobal əmək bazarına hazırlamaq və universitet sənaye əməkdaşlığını inkişaf etdirməkdir. Eyni zamanda layihə çərçivəsində Azərbaycan universitetlərində qlobal IT təhsil standartlarının tətbiqi hədəflənir. Azərbaycanın internet istifadəçiləri üçün vacib yenilik açıqlanıb. İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi OKLA-nın metodologiyası əsasında ölkədə fəaliyyət göstərən internet provayderlərinin real sürət göstəricilərini təhlil edərək 3 kateqoriyada təqdim edib. Bu yanaşma istifadəçilərə hansı provayderin daha sürətli və stabil internet təqdim etdiyini aydın şəkildə görməyə imkan yaradacaq. Yeni təsnifata əsasən provayderlər yüksək 90 və 90 megabit saniyədən yuxarı, orta 50-89 megabit saniyə və aşağı 49 megabit saniyəyə qədər sürət qruplarına bölünüb. Bu, vətəndaşlara internet xidməti seçərkən yalnız real ölçmə nəticələrinə əsaslanaraq qərar verməyə şərait yaradacaq. 27 mart tarixinədək dünya şöhrətli fotoqraf və fotojurnalist Reza Deqatinin Yüksələn İşıq adlı fotosərgisi Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 1-in beynəlxalq uçuşlar ərazisində nümayiş etdirilir. Sərginin Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil edilməsi xüsusi rəmzi məna daşıyır. Regionun ən iri aviasiya qovşaqlarından biri olan və hər gün dünyanın müxtəlif ölkələrindən 10 minlərlə sərnişini qəbul edən aeroport mədəni dialoq üçün unikal platforma. Eyni zamanda Azərbaycanın vizual təqdimatında ilk təmas nöqtəsi rolunu oynayır. Sərginin Terminal 1-in beynəlxalq zonasında yerləşdirilməsi onun qlobal miqyasını və beynəlxalq yönümlü xarakterini vurğulayır. Bank kartının nömrəsi, son istifadə tarixi, CVV, OTP və PIN kodu məxfi məlumatlar hesab olunur. Bu məlumatların üçüncü şəxslərin əlinə keçməsi, maliyyə vəsaitlərinin itirilməsi, eləcə də dələduzluq hallarının baş verməsi riskini əhəmiyyətli dərəcədə artırır. Vətəndaşlara bank məlumatlarını tanımadıkları mənbələrdə paylaşmamaq, şübhəli zənglərə, mesajlara və keçidlərə etibar etməmək, həmçinin bank əməkdaşı kimi təqdim olunaraq kart məlumatlarını tələb edən müraciətlərin saxta ola biləcəyini nəzərə almaq tövsiyə olunur. Okean mühitində davamlı, risksiz və avtonom əməliyyatların icrası üçün Böyük Britaniyanın Aqua Ocean şirkəti tərəfindən yeni nəsil dizaynda orta ölçülü pilotsuz səth gəmisi hazırlanıb. Pilotsuz səth gəmisi açıq dəniz şəraitində uzun müddətli əməliyyatları hədəfləyən innovativ dizayn yanaşmasını nümayiş etdirir. Layihənin əsas məqsədi dəniz mühitində 20 gündən artıq fasiləsiz fəaliyyət və təxminən 2500 dəniz mili məsafəsini qət etmək imkanına malik pilotsuz əməliyyat platforması yaratmaqdır. Çində yaradılan yüksək texnologiyalı humanoidlər nəfəs kəsici trüklar, saltolar və dönüşlər edərək ölkənin ən böyük səhnələrində tamaşaçıları sevindirir. Konsertlərin birində texnologiya və şounun möhtəşəm sintezi nümayiş olunub. 6 Unitree G1 humanoid robotu səhnəyə çıxaraq sinxron küçə rəqsi ifa edib və proqramı akrobatik Webster, yəni ön saltoya bənzər hava trüku ilə tamamlayıb. Humanoid robotların ən böyük üstünlüklərindən biri məhz proqram təminatı əsaslı inkişafdır. Belə ki, insan ifaçı müəyyən bir xoreoqrafiyanı mənimsəməsi üçün günlərlə məşq etməli olduğu halda, humanoid robot cəmi bir proqram təminatı yenilənməsi ilə eyni hərəkət ardıcıllığını təxminən 30 dəqiqə ərzində sisteminə yükləyib icra etməyə hazır vəziyyətə gəlir. Beləliklə, bugün sizə təqdim edəcəyimiz xəbərlər bunlar idi. Nəqliyyat və telekommunikasiya sahələrində ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin. Mən süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı Narin. Diqqətiniz üçün təşəkkür edirəm. Sağ olun, növbəti buraxılışda görüşənədək.